Öncə layihəni həm konsepsiyasına, həm də əsas hədəflərinə görə tamamilə müdafiə etdiyimizi bəyan eləmək istəyirəm və açığı düşünürdüm ki, bəlkə keşkə bu layihə büdcə paketindən öncə müzakirə olunsaydı. O halda layihənin ümumi müddəaları ətrafında burada qeyd edilən terror mediasının o bəlli tezisləri də bəlkə bu dərəcədə pandemiya kimi, epidemiya kimi yayılmazdı. İkincisi, biz nəhayət başa düşməliyik ki, Cənab Prezidentin uzun 10 illər bəyan etdiyi qeyri-neft iqtisadiyyatını qurmaq, neftsiz iqtisadiyyatı bərqərar eləmək strategiyası nəhayət müəyyən ağrılı mərhələlərdən keçərək baş verməlidir. Bu konsepsiyanın əsas hədəfləri ona istiqamətlənibdir. 3. Biz görürük ki, dünyada vergi və gömrük rüsumları qlobal müharibənin necə alətləridir, silahlarıdır. Trump onu çox uğurla tətbiq edir. İndi Amerika ənənəvi hərbi sistemi ilə, silahları ilə, ordusu ilə hərəkət eləmir. Yəni, dünyada tarif savaşları daha çox özünü göstərir. Ona görə də Azərbaycan dövləti də öz müstəqil məramını bu platformalara daşımağa çalışır. Dördüncüsü, Gürcüstanda inqilaba 2003-də müxtəlif münasibət bəsləmək olar, amma hakimiyyət dəyişikliyinə rəğmən iqtidara gələn qüvvələr Azərbaycana uzun 10 illərdən yüksək münasibətini qoruyub saxladılar. Saakashvili bəyan edir ki, o hakimiyyəti artıq götürəndən sonra İqtisadiyyat naziri Kaxa Bendukidzeni çağırır yanına və deyir ki, indi neyniyəcəyik? Və təbii ki, o deyir ki, əgər əvvəlki hakimiyyətdən fərqli bir işləri görmək istəyirsə, birinci vergi dərəcələrini sadələşdirməliyik ki, onu pinəkçilər də, dülgərlər də, rəngsazlar da başa düşsünlər və nəhayət Gürcüstanın özünün həyatında bir qədər o qeyri-qanunu hadisələr iqtisadiyyatda daha çox tuğyan eləyirdi. Məlum adlar var, epitetlər var, istəmirəm onu işlədəm. O baş verdi və nəhayətdə bugün Azərbaycan insanı da SOCAR şirkəti başda olmaqla 3,5 milyard dolları qonşu coğrafiyacan bizdən kiçik olan əraziyə qoyur. Biz bunun səbəblərini təhlil etməliyik ki, kapital bizim ölkəmizdən kənara nə üçün gedir? Ona görə də layihədə baxın. Deməli, kapitalın ölkəyə qaytarılması 14%-dən 5% endirilməsi təqdir olunacaq hadisədir. Rüsumsuz ticarət mağazalarında ticarətə aparılan mallar üzərində ƏDV və aksizlərin güzəştinin verilməsi əksinə malların qiymətlərini ucuzlaşdıra bilər və bunu biz təbliğ etməliyik. Media subyektlərinə tətbiq olunan güzəştlərin daha 3 il davam etdirilməsi, sadələşdirilmiş verginin 200 min manatdan 400 min manata artırılması və s. Burada Naxçıvanla bağlı məsələni ayrıca vurğuladılar. Gerçəkdən də Cənab Prezidentin Vətən müharibəsində qələbəmizdən sonra bir neçə dəfə bu məsələyə ayrıca yer verməsi, bir neçə gün öncə cəmi 3 il əvvəl təyin olunmuş şəxsin yenə də vəzifədən azad edilməsi və ora yeni şəxsin təyinatı da Naxçıvan güclənməlidir və Cənab Prezident o fikrini olduğu kimi səsləndirmək istəyirəm. Biz elə etməliyik ki, Şərqi Zəngəzurla Naxçıvan vahid iqtisadi inkişaf strategiyasında birləşsin. Dünyada eksklavlar çoxdur. Alyaska Amerikadan, Kaliningrad Rusiyadan, bir neçə onlarla ölkənin, Almaniya, İtaliyanın həyatında bu cür coğrafi olaraq ayrı düşmüş bəlli tarixi səbəblərdən ərazilər var. Cənab Prezident strategiyası Naxçıvanın o qədər, bəlkə də əvvəlki o bizim ərazilərimizin işğal olduğu dövrdən də qat-qat artıq inkişaf etdirməsi ki, qarşıdakı dövr Azərbaycanın hədəfi kommunikasiyalar açmaq və biz coğrafi birləşmə imkanımız dərhal ona işğal adlandıracaqlar. Amma bu cür birləşməni özündə ehtiva edir. Ona görə də Naxçıvanla bağlı verilən, yəni azad torpaqlara, güzəşlərin eyni rejimdə bura tətbiqini tamamilə alqışlayır. Palatanın rəyində qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin nəzdində olan 10.005 qeyri-dövlət obyektindən yalnız 3.000-i, yəni 30%-ə qədəri icarəyə verilib. 2 il əvvəl azad olunan Xan kəndində isə 540 obyekt çox asan şərtlərlə, hələ əhalinin məskunlaşması orada getmədən insanlara verilib və çox böyük bir canlanma yaranıb. Deməli ki, ölkə rəhbərinin Qarabağda uğurlu modellər ölkənin digər ərazilərində də tətbiq eləməliyik sözünün mənası oydu ki, o 7.000 obyekti də çox asan şərtlərlə, bəlkə bir sıra hallarda sıfır vergi ilə yalnız iqtisadi dəyər yaratma amilinə görə vermək lazımdır.